Mən çox təəssüf edirəm ki, bu aksiyada iştirak edə bilməyəcəm. Yəni ki, keçən dəfə mən gənc olmasam da, mənim 38 yaşım var, çoxlarınızdan 15 yaş böyüyəm. Amma keçən dəfə bu aksiyanı görəndə kənarda dura bilmədim və qoşuldum bu aksiyaya. Təəssüf ki, bu dəfə burada ola bilməyəcəm, Bakıda ola bilməyəcəm. Ayın 10-da deməli, mən Amerika Dövlət Departamentində, Kongresində, Senatında, Vaşinqtondakı başqa təşkilatlarda müxtəlif görüşlər edəcəm. Yəni ki, demək istədiyim əsas söz odur ki, burada hər hansı bir, tutaq ki, zorakılıq istifadə olunsa polis tərəfindən sizə qarşı və ya hər hansı bir ədalətsiz rəftar, bunların hamısını bilin ki, beynəlxalq ictimaiyyətə o cümlədən mən də çox ürək yanlısı ilə çatdıracam. Heç kəs məncə qərar olmamalıdır ki, hər hansı bir ixtişaş olar, hər hansı bir problem olar. Əslində mənə elə gəlir, bu hadisələr həm də hakimiyyətin bir növ qorxaq təbiətini üzə çıxardır. Facebookdakı bəzi müzakirələri izlədim və mən təəssüf ki, bütün tədbirə qala bilməyəcəm. Bir-iki qeydlərim var da. Bəzi insanlar dedi ki, aksiya səssiz keçsin, bəziləri dedi ki, sadəcə duraq, susaq orada, nişanələr. Və fikir verin, yəqin ki, sizdə trenerlər var burada və trenerlər sizə izah edir onu. Hansı etirazçını daha yaxşı, daha rahat yaxalamaq olar? Üstündə hər hansı bir fiziki nişanəsi olanı, yoxsa bir səslə etirazını bildirən. Səs belə bir şeydir ki, bir məqamdır, bir saniyəli bir şeydir. Deməli, fitə basmaq, hər hansı bir etiraz səsini qaldırmaq, onu elədinizdə siz sərbəst adamsınız. Amma üstünüzdə hər hansı bir etiraz nişanəsi daşıyanda polis sizi daha tez, necə deyirlər, identifikasiya edib. Biz onları ikinci hissədə müzakirə edirik. Çünki orada çox fərqli fikirlər var. Biz burada bu forma ona görə deyik ki, biz hərə nə istil edə bilər, özünün ağlı var, özünün fikirləri var. Amma bizim burada əsas bu forumun rəsmi hissəsində çıxışlar məhz qeyri-zorakılığa Təbii ki, söhbət qeyri-zorakılığa. Heç kəs zoraki aksiyaya çağırıla da bilməz. Prinsipcə bu ağılsızlıqdır. Zoraki aksiyanın keçirilməsi ümumiyyətlə ağılsızlıqdır. Bu hal-hazırda bir çox qruplarda bundan çağırışlar var. Ona görə biz bu məsuliyyəti hiss elədik və bu Gənclər Təşkilatlarının rəhbərləri, hərəkat rəhbərləri, üzvlər bura yığıldı ki, məhz öz fikrimizi, öz mövqeyimizi ortalıq. Əsas odur ki, etiraz eşidilsin. Etiraz eşidilmirsə, görülmürsə, bilin, bunun haqqında yazacaqlar, bunun haqqında televiziya Gül bayramı haqqında. Biz indi ona Qul bayramı deyirik və başqa bayram deyirik. O Qul bayramını televizorda göstərəcəklər. Televizorda əgər deməli, səslər eşidilməsə, etirazçı kütlə görünməsə, bu artıq o deməkdir ki, o etiraz bilinməyəcək. Siz biləcəksiniz, YouTube-da biləcəklər, cəmiyyət bilməyəcək. Televizorda heç bir halda göstərir. Yox, baxın, 1 may aksiyasını məsələn ATV göstərdi, hansısa kanal göstərdi. Yəni, tam yan keçə bilməzlər. Əgər etiraz baş tutursa, onu tamamilə vaz keçə bilməzlər. Yəni, neysə, hər halda Gənclər Birliklərinin öz işləridir və mən bu işlə uğur arzulayıram. Bu çox vacib təşəbbüs bir Azərbaycanda yeni bir dalğa əmələ gəlir, ictimai etiraz dalğası. Əvvəllərdə olmalıydı, təbii ki, tək bu ilə başlamamalıydı. Belə etirazlar hələ keçən il 28 mayda yadınızdadırsa salut olmadı, 15 mayda salut oldu. Dirçəliş günündə, hələ onda Azərbaycan tarixinə, gerçəkliyinə bir hörmətsizlik idi. İlham Əliyev 15 sentyabrda Türk ordusunun memorialına getmədi, buradan Moskvaya getdi, 90 illiyində Türk ordusunun Bakını azad edən vaxtı. Yəni ki, hələ 2004-cü ildə müstəqillik günündə Moskvaya gedib, mən ya Moskviç deyəndə bu etirazlar olmalıydı təbii ki. Amma hər halda gec də olsa bu var və mən düşünürəm ki, Azərbaycan gəncliyi, bu indiki nəsil öz üzərinə böyük məsuliyyət götürür. Məndən nə lazımdırsa, biz şəxs kimi, fərd kimi biz deməli, Erkin bəylə bir təşkilatdayıq, Respublika Alternativ İctimai Birliyində. Nə yardım, nə məsləhət, nə dəstək lazımdırsa ictimai işlərin təşkili həmişə hazırıq və xüsusilə bu hadisə ilə bağlı Vaşinqtona kimə nə deməyə sözümüz varsa həmişə hazırıq.